Sosial şəbəkələrdə İsrailli hərbçilərin böyük həvəslə Azərbaycan meyxanasını ifa etmələri ilə bağlı görüntülər yayılıb. Video internetdə sürətlə yayılaraq geniş maraq doğurub. İsraildə yerləşən hərbi bazaların birində lentə alındığı ehtimal edilən kadrlarda İsrailli əskərlərin məşhur "Şir həmişə şirdir" meyxanasının ritmlərinə qoşularaq coşqu ilə rəqs etməsi və səmimi şəkildə əylənməsi əks olunub. Azərbaycan musiqi və poeziyasının improvizasiya janrı olan meyxanaya bu maraqlı reaksiya yerli izləyicilər tərəfindən həm təəccüblə, həm də qürurla qarşılanıb. Görüntülərdə çoxsaylı müsbət rəylər də gəlib. Təklif edirəm ki, görüntüləri biz də izləyək. Hoppa!